Salam əziz dostlar, bu gün Norvegiyaya gedirəm, Osloya və Osloda yenə vlogumuz olacaq. Osloya artıq çatanda, hal-hazırda Latviya aeroportdayım mən. Osloya çatanda sizlə görüşməyəcək. Muistuna Karjalamaa, mutta vieläkin syömässä soinahtaa, kun soittajan sormista kuulla saa. Säkkijärven polkkaa. Se polkka taas menneitä mieleen tuo ja se outoa kaiputa rintaan luo. Ei soittaja haitarin soida suo. Säkkijärven polkkaa. Nuoren ja vanhan se tanssiin vie. Ei sille polkalle vertailie. Sen kanssa on vaikka Mieron tie. Säkkijärven polkkaa. Siinä on liplatuslaineitten. Siinä on huojunta honkien. Karjala soi, kaikki tietää sen. Säkkijärven polkkaa. Hazırda bilet aldım, artıq Osloya gedirəm. Sadəcə belə deyək, çox bahadır. Sadə avtobusun qiyməti 25 eurodur. Hələ biz bu tələbə kartı ilə almışıq. İndi biz gedirik ora 1 saat 40 dəqiqəyə. Çox dəhşətli bir vaxtdır. Oslo'nun özünə gedirəm. Hal-hazırda dostumla Oslo'ya gedirik. Oslo'ya çatanda görüşənədək. Tule tyttöni kanssani tanssi, kun polkkani herkäsi helkähtää. Hoi hevosurko ja hammasta purkoon, kun silloin ihmeesti suurempi pää. Tule tyttöni kanssani tanssiin, niin meillä on riepu ja supinansa. Säkkijärvi se meiltä on pois, mutta jäi toki sentään polkka. Kun rakkaimmat rannat on jääneet taan, niin vieraissa kulkija lohdunsa. Kun kuuntelee soittoa kaihoisaa, Säkkijärven polkkaa. Se polkka on vain, mutta sellainen, että tielle se johtavi muistojen on sointuna Karjalan kaunoisen. Säkkijärven polkkaa. Nuoren ja vanhan se tanssi. Hal-hazırda Oslo'dayıq. Norvegiya. Gəlməyib, yəni çox bahadır. Həqiqətən çox. Belə fikirləşdim ki, əziz və dəyərli dostlar, Rigadan Osloya gəldiyimiz və qayıdacağımız təyyarənin ümumi qiyməti 50 manat təşkil edir və aeroportdan Oslo'nun mərkəzinə gəlmək üçün istifadə etdiyimiz avtobusun qiyməti də 50. tək başına 50 manat. Tək başına bir, yəni Bəli. gedişi 50-dir. Belə. Bu məncə ən yaxşı Osloya. Oslo'nun mərkəzi küçələridir hal-hazırda. Amma özünə Rain Station'dayıq. Bəli. Deyərdim, necə? Misal üçün, bir çox Orta Avropa ölkələrində belə deyəlim, ümumi memarilər bir-birlərinə çox bənzəyirlər, amma Norveç isə biraz daha fərqliliyi, İskandinav havasını aydın şəkildə görmək oldu. Təşəkkürlər. Hal-hazırda artıq yəni acmışıq, biraz gəzmişik sözün düzü. Dedi, bir adam başı bahadır, düz çox bahadır. Livanlı qardaşlarımızın burada belə dönərxanası var. Gəlmişik yeməyə. İndi veriləndə deyərəm sizə necə dadır. Əziz dostlar, deməli bir su, bir piçeni,
Dostumun əlində eyni bir su, bir kiloda yoğurt. 20 manat pul vermişik hamısına. 25 manat pul vermişik. İndi də gedirik Airbnb-də tutduğumuz evə. Çox dəhşət bahadır. Özə nəqd pul istifadə olunmur. Ancaq cash karta ilə. Всё. Və nəzərinizə çatdırım ki, bir boş qab dönərə adam başı 50 manat. Hə, uca 50 manat demişik. Demiş yəni. Hə. Bu mənim adımdan böyük heç atmıyorum. Hə. Qətərdə bir KFC, balaca bir KFC menüsünə hardasa 20 euro, 20 dollar pul verəndən sonra şoka düşmüşdüm. Oldu. Belə uşaqlar. Belə. Yenə macəralarımız davam edir. Sabahınız xeyir əziz dostlar. Mən hal-hazırda artıq səhərdir, səhər saat 8-9 arasıdır. Artıq yuxudan durduq. Gedirik şəhərin bir daha mərkəzinə. Mərkəzində olan abidələr və s. kimi gəzməli yerləri gəzəcəyik və sizə də göstərəcəyik. Artıq çoxdandır görmədiyim Starbucks Norvegiyada var. Rigada ümumiyyətlə yoxdur Starbucks və çox qəribədir Starbucks'ı görmək. Axırıncı dəfə Azərbaycanda içmişəm Starbucks'ı. Düzdür, burada qiymətinə baxmaq istəmərəm çünki artıq çox bahadır. Aydın olduğu kimi. Burada insanlar elektroskuter və velosipedlərdən istifadə edirlər. Burada çoxlu kirayə velosipedlər var. Elektroskuterlar. Çox gözəl bir yerdir. Akşin müəllim, bu barədə nə deyə bilərsiniz? Nə var idi? Norvegiya haqqında. Norvegiya çox gözəldir. Bura əslində çox yaxşı bir yerdir. Sadəcə olaraq mənə elə gəlir ki, Azərbaycan kimi bir ölkədən, yəni Azərbaycan kimi fərqli bir mentalitetə sahib olan ölkədən çıxıb burada yaşamaq mənə elə gəlir ki, biraz vaxt tələb edir öyrəşmək üçün. Elə? Məncə də. Amma mənə öyrəşməyə ehtiyac yoxdur. Bəli. Çünki artıq 2 ilə yaxındır mən Latviyada qalıram. Yəni bu mentalitetlə ayaqlaşmışıq, belə deyək. Və hər şey idealdır. Heç bir problem yoxdur. Digər hissələrdə görüşənədək sizə şəhəri daha yaxın göstərəcəm sonra. Əziz dostlar, görürsünüz, Qaraçuxura yaxınam. Bu günəşliyə qalxan heykəldəndir. Burada da var. Və burada belə bir yerdəyik. İndi Kral Plus gedəcək, Royal Plus-a. Orada da çəkəcəm, göstərəcəm. Bu da kralın sarayıdır. Gördüğünüz kimi çok güzeldi. Güllerle, çiçeklerle bezədilib hər yer. Hasarlanıb və saray daha yaxından göstərəcəm sizə. Bu da saray. Bu da gözətçi. Aha, başladı. Addımlamağa başladı. Burada kilsə var. Kilsədə zəng vurulan kimi bu da başlayır addımlamağa. Bir fakt da var ki, burada polkovnik
baş polkovnik səhv etmirəmsə Adalan kralın şəxsi pingvini var. O da yəni gözətçidir. Onlar kimi. Aha durdu. Pipiyə bax, pipiyə başındakı örtükü. Fırlandı. Bu da Norvegiyanın gəmiçiliklə məşğul olduğunu sübut edən bir görüntü. Yəni bunlar əvvəldən gəmiçiliklə məşğul olub İsveçlilər kimi. Çox gözəl gəmiləri var. Belə qayalığın üstündə evlər. Burada içəri şəhərləridir bunların, köhnə Old Town-u. Çox gözəl görsənir. Riga'nın Old Town-undan səhv etmirəmsə balaca olmalı bura. Amma çox gözəldir. Bu qaladır, castle. Bu isə Old Town-da istifadə olunan vaxt ikən toplardır. Buradan vikinglər vaxt ikən müharibələr aparmışdır. Yəni orijinal olaraq qorunub saxlanılıb. Üzərində hətta belə güllə izləri var. Qəlpələr parçalanaraq iz qoyub. Əziz dostlar, artıq Norveçdə olan səyahətimiz bitdi. Artıq Riga'ya gedirəm. Belə bir videoların davamı gəlmək üçün kanala like atıb abunə olmağı unutmayın. Sağ olun, salamat qalın. Fly me to the moon and let me play among the stars. Let me know what spring is like on Jupiter.